Elmin müəllim Əsgərzadədir. Əvvəlcədən də sizlərə məlumat verdiyim kimi, əvvəlcədən bu sınağı sizlərlə paylaşmışdım və demişdim ki, inşallah daha sonra izahı da veriləcək. İndi yavaş-yavaş müəllimlər başlayırıq nəyə? Model sınaq bir başlığı altında sizlərlə paylaşdığım mükəmməl ötəsi bir sınağın izahına. Bu sınaqda olan suallar daha çox ilk bölmələri, xüsusən mərtəbə siniflə bağlı olan, mərtəbə, sinif, yuvarlaqlaşdırma və qalıqlı bölmə ilə bağlı olan hissələrdir. Müəllimlər, izaha başlamamışdan öncə nə edirik? Bəyənməyi unutmuruq, bəyənirik və olduğumuz qruplarda və statuslarda paylaşırıq. İlk sualımıza bax. İlk sualda sənə deyirəm ki, 2 rəqəmli ədəd öz təklik rəqəmindən 15 dəfə böyükdür. 2 rəqəmli ədədi bilmirsən müəllim. 2 rəqəmli ədədi götür AB. Bunun təklik rəqəmi hansıdır? Təklik rəqəmi B-dir. Öz təklik rəqəmindən, yəni B-dən 15 dəfə böyükdür. Bu 2 rəqəmli AB ədədinin mərtəbə qiymətlərin cəmi şəklində yazsaq, 10A üzərinə gəl B bərabərdir 15 vurulsun B olacaq. B-ni sağ tərəfə keçir. 10 vurulsun A bərabərdir 14 vurulsun B. Hər tərəfini 2-yə ixtisar eləsək, 5 vurulsun A bərabərdir 7 vur B olacaq. Bundan sonrası müəllim seçmə metodudur. Yəni buradan 5 və 7 olduğuna görə A-ya 7, B-yə 5 deyəcəyim. 5-i 7-yə vuranda 35, 7-ni 5-ə vuranda 35. İstənilən halda nə tapdıq? AB ədədini 75 tapdıq. Bu məsələnin birinci hissəsidir. Amma cavabı tapmamışıq hələ. Sənə deyirəm ki, bu ədəd üçün, yəni ədədimiz neçədir? Ədədimizi 75 tapdıq. Bax, bu 75 ədədi üçün aşağıdakılardan hansı doğrudur? Variantları da bir-bir həll etməlisən, variantlara baxmalısan. A-da sənə deyilir ki, yuvarlaqlaşdıranda 80 alınan ən böyük ədəd. Yuvarlaqlaşdıranda 80 alınan ən böyük ədədi tapmaq üçün verilən ədədin üzərinə 4 gəl. Bu 84-dür. 75 deyil. Yəni A səhvdir. B-də deyilir ki, ədədin rəqəmləri cəmi 35-dir. 75-in rəqəmləri cəmi 12-dir. 35 deyil. Deməli, bu da səhvdir. C-də deyilir ki, 5 qatının 142 artığı. 75-i 5-ə vurub üzərinə 142 gələcəksən müəllim. 75-i 5-ə vurub üzərinə 142 gələndə cavabımız olacaq neçə? 517. Doğrudan da 517 alınır. C bəndi doğrudur. Gəlin digər variantlara baxaq. Çünki məqsədimiz nədir? Öyrənmək. D-də sənə deyilir ki, ədədi 18-ə böldükdə alına biləcək qalıqların cəmindən 76 vahid kiçikdir. Müəllim, alına biləcək qalıqların cəmi düsturu n vurulsun n-1 bölünsün 2-dir. Yəni 18-ə böləndə alına biləcək qalıqların cəmi 18 vurulsun 17 bölünsün 2-dir. Hesablama aparsam bu eləyir 153. Bundan 76 vahid kiçikdirsə, 153-dən 76 çıxanda 77 edəcək. 75 etməyəcək. Deməli, bu da səhvdir. Y-də sənə deyirəm ki, ən kiçik 2 rəqəmli tək ədəddən. Sənə sual verirəm. Ən kiçik 2 rəqəmli tək ədədimiz hansıdır? Elmin müəllim 10-dur. Tələsmə, sənə tək ədəd deyirəm müəllim. Ən kiçik 2 rəqəmli tək ədədimiz 11-dir. Bundan 65 vahid böyükdür. 11-in üstünə 65 gələndə 75 etmir, 76 edir. Bu da səhvdir müəllimlər. Səndən doğrunu soruşurdum. Bu sualımız üçün doğru cavab C bəndidir müəllimlər. Baxaq müəllimlər ikinci sualımıza. İkinci sualda tip olaraq birinci tipdədir müəllimlər. 2 rəqəmli ədəd AB-dir. Öz təklik rəqəmindən 13 dəfə böyükdür.
Təklik onluq. Təklik rəqəmi B-dir. 13 dəfə B böyükdürsə 13B. 10A üzərinə gəl B bərabərdir 13B. 10A bərabərdir 12B. Hər tərəfini 2-yə ixtisar eləsən 5A bərabərdir 6B olacaq. Buradan A 6'dır seçmə metodu ilə, B isə 5'dir. 5'i 6'ya vuranda 30, 6'nı 5'e vuranda 30. 30 30'a bərabər olur. Xülasə 2 rəqəmli ədədimiz AB-dir. Bunu 65 tapdıq. Davam edirik müəllim. Sənə deyirəm ki, bu ədəd üçün aşağıdakılardan hansı doğrudur? Yəni ədədi 65 tapmışıq. Variantlara baxacağın. A variantında deyilir ki, yuvarlaqlaşdıranda 60 alınan ən kiçik ədədə bərabərdir. Onluqlara qədər yuvarlaqlaşdıranda ən kiçik ədədi tapmaq üçün ədəddən 5 çıxırsan. Bu olacaq 55. 65'e bərabər olmadı. Deməli, bu səhvdir. B bəndində deyilir ki, ədədin rəqəmləri cəmi 30'dur. 65'in rəqəmləri cəmi 30 deyil. Rəqəmləri cəmi 11'dir. Bu səhvdir. C bəndində deyilir ki, 2 qatının 1 artığı, yəni 65'i 2'yə vurub üzərinə 1 gələndə 113 edir. Xeyr, 113 etmir, 131 edir. Yəni 113 etmədiyinə görə, 131 etmədiyinə görə deməli bu səhvdir. Normalda 131 olmalıydı. D bəndinə baxaq. Ədədi 12'yə böldükdə alına biləcək qalıqların cəmindən ədədi 12'yə böldükdə alına biləcək qalıqların cəmi 12 vurulsun 11 bölünsün 2'dir. Yəni 66'dır. Alına biləcək qalıqların cəmi 66'dır. Bundan bir vahid kiçikdirmi? 66'dan 1 çıxanda doğrudan da bir vahid kiçik 65 olur. Yəni doğru cavabımız müəllimlər D bəndidir. Y variantına baxacağım təbii ki. Çünki nə dedik? Məqsədimiz öyrənməkdir. Yeni qoşulanlar bəyənməyi və paylaşmağı unutmayın. Bu suallar çox maraqlı və əsl MİQ tipli vaxt aparan suallardır. Hər bir bölmə ilə bağlı bax, bu tip suallar sizin qarşınıza çıxardacağım inşallah. Y bəndinə bax. Ən kiçik 2 rəqəmli tək ədəd. Ən kiçik 2 rəqəmli tək ədədimiz müəllimlər 11'dir. 55 vahid böyükdürsə, 11'in üstünə 55 gələndə 66 edir. 65 etmir. Yəni Y variantı səhvdir. Xülasə müəllimlər tapırıq ki, bu sualımız üçün doğru cavab D bəndidir. Növbəti sualımız müəllimlər 3-cü sualdır. Aşağıdakı ifadələrdən neçəsi doğrudur? Variantlarda verilən ifadələrə baxmalıyıq. A-da sənə deyirəm ki, istənilən ədədi yuvarlaqlaşdırdığımız zaman ədəd artır. Məsəl üçün müəllim, 318'i onluqlara qədər yuvarlaqlaşdıranda ədəd artır 320 olur. Amma 312'ni onluqlara qədər yuvarlaqlaşdıranda ədəd azalır. Yəni A hər zaman doğru deyil, A səhvdir. B-də sənə deyirəm ki, istənilən ədədi yuvarlaqlaşdırdığımız zaman ədəd azalır. Bu da səhvdir. Niyə? Bax, 317'ni onluqlara qədər yuvarlaqlaşdırdım, 320 alındı. Azalmadı. Davam edirəm müəllimlər. C-də sənə deyirəm ki, ədədi yuvarlaqlaşdırdığımız zaman 3280 alına bilməz. Bu səhvdir. 3278 ədədini onluqlara qədər yuvarlaqlaşdıranda 3280 alınır. Yəni alına bilər. Şərtdə isə deyilir ki, alına bilməz. Bu səhvdir yəni. D-də sənə deyirəm ki, A kiçikdir 418 şərtini ödəyən və yüzlüklərə qədər yuvarlaqlaşdıranda 400 alınan 68 dənə ədəd var. Müəllim, gəl hesablama aparaq. Yüzlüklərə qədər yuvarlaqlaşdıranda 400 alınan ən böyük ədəd 449'dur.
En kiçik ədədimiz müəllimlər 350'dir. Davam edirəm müəllimlər. 418'den kiçikdirsə 350, 351 nöqtə nöqtə 418'den kiçik 417 olacaq. Ədəd sayının tapılması düsturu var. Sonuncu çıxılsın birinci, bölünsün artma miqdarı, üzərinə gəl 1. Və yaxud da müəllimlər bu düsturdan yox, A minus B üzərinə gəl 1 düsturu ilə yaz. A sonuncu ədəddir, B birinci ədəddir, 1 isə düsturun özündədir. Tapırsan 68. Hələ tələsmə. Bu tiplərdə demişik ki, şərtdə verilən yuvarlaq ədəd 400. Bu aralıqda yerləşirmi? Bəli, yerləşir. Yuvarlaq ədədin özü götürülmür. Aldığınız 68'den bir dənə yuvarlaq ədədi 400'ü çıxacaqsan, cavab 67'dir. Şərtdə isə sənə 68 ədəd yazılıb. Yəni müəllim, D də səhvdir. Davam edək, sonuncuya baxaq. Görək sonuncu düzdürmü? Y'də deyilir ki, onluqlara qədər yuvarlaqlaşdıranda 500 alına bilməz. Bu səhvdir. Niyə? Məsəl üçün 498 ədədini onluqlara qədər yuvarlaqlaşdıranda 8'ə bax, özü sıfıra çevrilir. Özündən əvvəlki 1 vahid artır. 9'u 1 vahid artıranda 10 edir. 0 yazıram 1 yadda. 4'ü 1 vahid artıranda 5 edəcək. Yəni müəllimlər, neçəsi doğrudur? Heç biri doğru değil. Yani bu sualımız için doğru cevap Y bəndidir 3-cü sualda. Çox qəşəng suallardır. Mükəmməl ötəsi suallardır. Sualdan sual çıxır. 4-cü suala bax müəllim. 4-cü sualda bizdən nə soruşulur? Ədədin sağına 2 yazdılar. Tamam. Əvvəlki ədədi çıxsaq 4124 alınar. 4124 dediyinə görə sağına 2 yazıblarsa mən ədədi 3 rəqəmli götürürəm. Niyə 3 rəqəmli? Sağına bir dənə rəqəm yazanda 4 rəqəmli olacaq. Ədədi götürürəm ABC. Bunun sağına 2 yazanda olacaq ABC 2. Bu ədəddən əvvəlki ABC ədədini çıxsaq 4124 alınacaq. Davam edək müəllim. 2'den nəsə çıxmaq olmur ki 4 alınsın. 12'den nə çıxanda 4 eləyər? 8 çıxanda. Demək müəllim neymiş? C ədədi 8'ə bərabərdir. Buraya yazıram C 8'dir. C'nin yerinə 8 yazıram. 8'in bir dənəsini vermişik. Qalıb 7. 7'den B çıxanda 2 alınırsa 7'den nə çıxanda 2 alınar? 5 çıxanda. Deməli, B nəyə bərabərdir? B 5'ə bərabərdir. 5'dən A çıxıb müəllimlər 1 alınıb. 5'dən nə çıxanda 1 alınar? 4 çıxanda. A deməli 4'ə bərabərdir. Əvvəl verilən ədədimiz ABC idi. Bu ədədi 458 tapdıq. Sənə deyirəm ki, əvvəl verilən ABC ədədi üçün, yəni 458 üçün rəqəmləri cəmi, 458'in rəqəmləri cəmi 17'dir. Sənə deyirəm ki, müəllim, bax bu 17 üçün aşağıdakılardan hansı doğrudur? Nə edəcəyin variantlara baxacaqsan. A'da sənə deyirəm ki, yuvarlaqlaşdıranda 10 alınan ən böyük ədəddir. Bu səhvdir. Niyə? Yuvarlaqlaşdıranda 10 alınan ən böyük ədədimiz 14'dür. 17 deyil. B'yə baxaq. Rəqəmləri hasili 17'dir. Bu səhvdir. Niyə? 17'nin rəqəmləri hasili 7'dir. 17 deyil. Bu səhvdir. C'də sənə deyirəm ki, 3 qatının 12 artığı. 17'ni 3'ə vurub üzərinə 12 gəlsən, doğrudan da 63 edəcək. C doğrudur müəllimlər. D'də sənə deyirəm ki, 7'yə böldükdə alına biləcək qalıqların cəmindən alına biləcək qalıqların cəmi düsturu n vurulsun n minus 1 bölü 2'dir. 7 vurulsun 6 bölünsün 2, bu olacaq 21.
Bu qalıqları cəmindən 21-dən 4 vahid böyükdür. 21-dən 4 vahid böyük, 21-in üstünə 4 gələndə 25 edir. 17 etmədi. 4 vahid böyük. Yox, 4 vahid kiçik olmalıdır. Yəni müəllimlər 21-in üstünə 4 gələndə 25 edir, 17 etmir. Bu da səhvdir. Və nəhayət Y-də deyilir ki, ən kiçik 2 rəqəmli tək ədəddən ən kiçik 2 rəqəmli tək ədəd 11-dir. 82 vahid kiçikdir. 11-dən 82 çıxanda neçə edəcək müəllimlər? -71 edəcək, 17 etməyəcək. Yəni bu da səhvdir. Doğru cavab müəllimlər C variantı olmuş olacaq. Bu suallar çox yorucu və mükəmməl suallardır müəllimlər. Davam edirik 5-ci sualımıza. 5-ci sualda səndən nə soruşulur? Ədədin sağına 51 yazdılar. Alınan yeni ədəddən əvvəlki ədədi çıxanda 51828-dir. Ədədin sağına 51 yazıblarsa, bura yazıram 51. Bu ədəd 5 rəqəmlidir. Deməli, başlanğıcda 3 rəqəmli ədəd yazmalıyam. Çünki 51 2 rəqəmlidir. 3 rəqəmli də olsa olacaq 5 rəqəmli. Əvvəlki ədəd ABC olsun. ABC ədədin sağına 51 yazanda olacaq ABC 51. Bu ədəddən əvvəlki ədədi, yəni ABC-ni çıxsaq 51828 alınır. Müəllim, 1-dən C çıxanda 8 eləmir. Deməli, 5-dən 1 vahid götürəcəyin. 11-dən nə çıxanda 8 eləyər? 11-dən 3 çıxanda. Demək, C 3-ə bərabərdir. Davam edirik. 5-in bir vahidin vermişdi. Burada qalıb 4. 4-dən B çıxanda 2 alınırsa, 4-dən nə çıxanda 2 eləyər? 2 çıxanda. Deməli, B 2-yə bərabərdir. Davam edək müəllimlər. 3-dən A çıxanda 8 alınıbsa, 3-dən çıxmaq olmur. 13-dən nə çıxanda 8 eləyər? 13-dən 5 çıxanda. Deməli, A da 5-ə bərabərdir. Bax, bu formada mühakimə aparmaqla tapırsan ki, əvvəl verilən ABC ədədi 523-dür. Sənə deyirəm ki, buna görə əvvəl verilən ədədin rəqəmləri hasili üçün ABC-nin rəqəmləri 523-dürsə, bunun rəqəmləri hasili 30-dur. Sənə deyirəm ki, bax bu 30 üçün aşağıdakılardan hansı doğrudur? A-da sənə deyirəm ki, yuvarlaqlaşdıranda 40 alınan ən böyük ədədə bərabərdir. Yuvarlaqlaşdıranda 40 alınan ən böyük ədəd 44-dür, 30 deyil. Bu səhvdir. B-də sənə deyirəm ki, rəqəmləri cəmi 30-dur. 30-un rəqəmləri cəmi 3-dür, 30 deyil. Bu da səhvdir. C-də sənə deyirəm ki, 2 qatının 30-u 2-yə vururam, 4 artığı. Üstünə 4 gəlirəm, 84-dür. Bu səhvdir. 84 deyil axı. 64 olmalıdır. 84 verilib. Bu da səhvdir. D-də sənə deyirəm ki, 5-ə böldükdə alına biləcək qalıqların cəmindən alına biləcək qalıqların cəmi düsturu n vurulsun n-1 bölünsün 2-dir. 5 vurulsun 4 bölünsün 2 alına biləcək qalıqların cəmi 10-dur. Bundan 10 vahid çoxdur. 10-un üstünə 10 gələndə 20 edir, 30 etmir. Deməli, D variantı da verilən səhvdir. Y-də müəllimlər deyilir ki, ən kiçik 2 rəqəmli cüt ədəddən ən kiçik 2 rəqəmli cüt ədəd 10-dur. Bundan 20 vahid böyükdür. Onun üstünə 20 gələndə doğrudan da 30 edəcək. Bu sualımız üçün doğru cavab müəllimlər hansıdır? Doğru cavab Y bəndidir müəllimlər. Ümumi cavabları qeyd edək. 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci. 5-ci sualda doğru cavab Y bəndidir. 4-cü sualda müəllimlər doğru cavab nə oldu? Doğru cavabımız C bəndi. 3-cü sualda doğru cavab Y bəndi. 2-ci sualda
İkinci sualda doğru cevap D. Birinci sualda C. Bu kadar müəllimlər. Bugün sizlərlə mən Elmin müəllim Əsgərzadə tərəfindən model sınaq bir başlığı altında mükəmməl bir sınağın izahına baxdıq. Bu tip sınaqlar qəbula qədər mən Elmin müəllim tərəfindən mütəmadi şəkildə keçiriləcək. Hər şey əla olacaq müəllimlər. Özünüzə inanın, sistemli və güclü şəkildə hazırlaşın. Bir daha qeyd edirəm, bugün sizinlə mən Elmin müəllim Əsgərzadə idi. Hələlik müəllimlər, növbəti canlılarda, növbəti izahlarda görüşənə qədər. Allah amanında bəyənməyi, paylaşmağı və kanala abunə olmağı unutmayın.